Salam, hər vaxt xeyir olsun. Bugün İzə nəşriyyatının 11-ci sinif buraxılış imtahanına hazırlaşanlar üçün sınaq toplusundan birinci suala baxacağıq. Deməli, mövzular natural ədədlər, adi onluq, kəsir, faiz, nisbət, tənasib, çoxluqlar, həqiqi ədədlər, həndəsənin əsas anlayışlarıdır. Deməli, birinci sualımıza baxırıq. X və Y ədədlərinin ədəd ortası 17-dir. Yəni, ədəd orta ədədləri toplayıb sayına bölünür. Bölünsün 2 bərabərdir 17. Məxrəcə bir atıb çarpaz vursaq, x plus y bərabər olur 34-ə. Və deyir, x, y, z ədədlərinin ədəd ortası isə, yəni x üstəgəl y üstəgəl z, artıq bunu 3-ə böləcək, bərabərdir 15 olarsa, z-i tapın. 15-in məxrəcinə bir atıb çarpaz vursaq, x üstəgəl y üstəgəl z, bərabərdir 3-ü də 15-ə vuranda edir 45. Və bizdə x üstəgəl y 34-ə bərabər idi. Onda 34 üstəgəl z bərabərdir 45. Z də bərabərdir 45 çıxılsın 34. Cavab edir 11 A variantı. İkinci sualımıza baxaq. Görək ikinci sualda nə deyir bizə? Deyir, A və B natural ədədlərinin sadə vurğularına ayrılışı. A bərabərdir 2 üstü 4 vurulsun 3 üstü 5 vurulsun 7 üstü 2 və B bərabərdir 2 üstü 3 vurulsun 3 üstü 5 vurulsun 5 vurulsun 7 üstü 3 kimi olarsa EÇOP AB bölünsün EBOB AB nisbətini tapın. Deməli, bilməlisiniz ki, uşaqlar, EÇOP AB-nin EBOB AB-yə bölünməsi bizə C-ni verir. Yəni, onların ortaq olmayan sadə vuruqlarının hasilini. Ortaq olmayan deyilsə, biz baxırıq ikisinə də 2 üstü 3 ilə 2 üstü 4-dən, ortaq olanlar 2 üstü 3 var, ortaq olmayan olacaq 2. 3 üstü 5 ilə 3 üstü 5-də ortaq olmayan yoxdur, hər ikisi eynidir. 7 üstü 2 ilə 7 üstü 3-də ortaq olanlar 7 üstü 2 var, bir dənə 7 qaldı, vurulsun 7, bir dənə də ortaq olmayan 5 var. Cavabımız olacaq 70-ə bərabər B variantı. İkinci sualımıza baxaq. Üçüncü. Deməli, üçüncü sualda çevrə veribdir. Yəni, dairəvi diaqramdır. Birinci gün, ikinci gün və üçüncü gün. 30%, üçüncü gün isə 40%. 3 gün ərzində deyir, 360 ədəd kitab satılıb. 3 gün ərzində 360 ədəd kitab satılıb. Diaqrama əsasən birinci gün neçə kitab satılıb? Deməli, inşallah, dairəvi diaqramımız 100% olmalıdır. 30% və 40% var, 70% elədir. Birinci günü payına düşdü 30%. Deməli, birinci gün neçə kitab satılıb? Ümumi satılan 360 dənə kitabın 30%-i birinci gün satılıb. Ədədin faizini tapmaq üçün verilən ədədi faiz göstərənə vurub 100-ə bölürük. 36-ını da 3-ə vuranda cavabımız qalır 108 C variantı. Növbəti sualımıza baxaq. Deməli, dördüncü suala baxaq. Görək dördüncü sualda nə deyir? 4. B-də A bərabərdir 5-də 3 və EÇOP AB çıxılsın EBOB AB bərabərdir 42 olarsa A üstəgəl B cəmini tapın. Demək olar, burada baxın A 3K, B isə 2K-dır. A bərabərdir 3K, B bərabərdir 5K. Qiymətləri gətirib əşəbabda yerinə qoysaq, EÇOP A-nın yerinə 3K, B-nin yerinə 5K yazırıq. Çıxılsın EBOB A-nın yerinə yenə də 3K, B-nin yerinə 5K yazırıq. Bərabərdir 42. F-grid alqoritminə əsasən bunlardan K-nı çıxarsaq, qalır EÇOB 3 ilə 5. Çıxılsın digərindən də K-nı çıxarsaq, vurulsun EBOB 3 ilə 5. Bərabərdir 42. 3 ilə 5 qarşılıqlı sadələtdir. EÇOB-u ikisinin hasilinə bərabərdir. Onda olur 15K.
Qarşılıqlı sadələtdir. Əbubu isə 1-ə bərabərdir. 1-də k-ya vuranda 1k bərabərdir 42. Çıxanda 14k bərabərdir 42. K bərabərdir 3. K-nın 3 qiymətini gətirib A-da və B-də yerinə yazsaq, A bərabərdir 3 vurulsun 3 bərabər olur 9-a, B bərabərdir 5 vurulsun 3 bərabər olur 15-ə. Deməli A 9, B 15, bizdən də A üstəgəl B cəmi soruşur. 9 üstəgəl 15 bərabər olur 24-ə. Doğru cavab D variantı. Növbəti 5-ci sualımıza baxırıq. 5. X çıxılsın 7 vurulsun y üstəgəl 3 bərabərdir 13 bərabərliyini tənliyinin natural həlləri üçün x, y hasilini tapın. Demək olar, burada 13 sadədətdir. Sadədətdə özünə vuruqları özü və 1-dir. X çıxılsın 7 az ədəd olduğuna görə az ədədə uyğunlaşdırırıq. Y üstəgəl 3 artan ədəd olduğuna görə, yəni üstəgəl isə artma vardır, bərabərdir, çoxa uyğun edirik. X buradan bərabər mənfi 7-ni atsaq sağ tərəfə toplanılır 8 eləyir. Y bərabər 3-ü atsaq sağ tərəfə çıxılır 10 eləyir. Bizdən də x, y hasilini soruşur 8 vurulsun 10, cavab eləyir 80. Y variantı. Növbəti 6-cı suala baxaq. 6-cı sualda modulda 3y çıxılsın 15. Üzərinə gəlib kök altında 4-cü dərəcədən 2y üstəgəl y üstəgəl 11 bərabərdir 0. Olarsa x, y hasilini tapın deyir yenə də. X, y bərabərdir sual işarəsi. Deməli, modulda hər zaman müsbətdir. Dərəcəsi cüt olan da hər zaman müsbətdirsə, əgər 2 cəm 0-a bərabərsə, bu müsbətlərdən 2 müsbət ədəd 0-a bərabərsə, hər birisini ayrı-ayrıqda 0-a bərabər götürürük. Çünki bunlar əksəriyyətlər olmalıdır ki, cəmi 0 olsun. Əksəriyyətlərində biri mənfi olacaq. Modul və cüt dərəcə heç birisi mənfini götürmədiyinə görə hər ikisini 0-a bərabər götürürük. 2y üstəgəl y üstəgəl 11 bərabər 0-a. Buradan 3x bərabərdir 15, x bərabərdir 5 və x-in 5 qiymətini gətirib yerinə yazsaq, 2y üstəgəl 5 üstəgəl 11 bərabərdir 0-a, 2y bərabərdir, bu elədir 16, atsaq sağ tərəfə mənfi 16, y bərabərdir mənfi 8, y-imiz mənfi 8, x-imiz 5 və x-y hasildə 5 vurulsun, mənfi 8 bərabər olur mənfi 40-a. Doğru cavab C variantı. Növbəti sualımıza baxaq. Görək elə nə deyir növbəti də. 7. 7-də deyir ki, dərcə parçanın əvvəlcə 30%-ni, sonra qalan parçanın 50%-ni kəsdi. Parçanın hansı hissəsi kəsilməmiş qaldı. Deyək ki, uşaqlar, parça 100 metr olsun. 100 metr olsun. Əvvəl kəsdi 30%-ni. Yəni 100-ün 30%-i elə eləyir 30 metr. 30 metr kəsildi. Əgər 30 metr kəsilsə, qaldı 100 metrdən 30 metr çıxırıq, qaldı 70 metri. Deyir ki, qalan parçanın 50%-ni. Sonra qalan parçanı, yəni 70 metrin 50%-ni kəsdilər. Bu dərədə 35 metr kəsildi. Demək olar, əvvəl 30 metr kəsilib, sonra 35 metr kəsilib. Cəmi 30 üstəgəl 35 bərabərdir 65 metr kəsildi. Deyir, hansı hissəsi qaldı, kəsilməmiş qaldı. Əgər 100 metrdən 65 metri kəsilibsə, qalıb nə qədər? 35 metr. Yəni 100 metrdən 35 metri qalıb. Bunların da hər birisini 5-ə ixtisar aparsaq, qalır 20-də 7 hissəsi. Yəni doğru cavab C variantı olacaq. Növbəti. 8-ci suala baxırıq. 8-də deyir ki, 11-dən böyük 28-dən kiçik olan 3-ə qalıqsız bölünən natural ədədlər çoxluğunu tapın. 11-dən böyük 28-dən kiçik 3-ə bölünən deyir. 11-dən sonra 3-ə bölünən 12-dir və 3-ə bölünmüş olar. 3-ü çarpdığına görə 12-dən sonra 15, 18, 21, 24 və 27 olacaq cavabımız. 12, 15, 18, 21, 24, 27 doğru cavab Y variantı olacaq. 9-cu suala baxırıq. 9-da deyir ki, modulda y çıxılsın 3, çıxılsın, modulda 3 çıxılsın pi, üzərinə gəl, y üstə gəl, pi. İfadəsini sadələşdirin. Sonra pi-nin təqribən qiyməti 2,71, y-nin təqribən qiyməti 2,71, pi-nin təqribən qiyməti isə
3 tam %14. Burada 2 tam %71'dən 3'ü çıxanda mənfi ədəd alınır deyə, modul daxili mənfi olmasın deyə ifadənin yerini dəyişirik, hədlərin yerini dəyişirik. Çıxılsın. 3'dən 3 tam %14 çıxanda mənfi alınır. Ya modul daxilinin yerini dəyişirik, ya da qarşısına mənfi atırıq. Həmişə qarşısına mənfi olanda qarşısına mənfi atın ki, mənfi ilə mənfi toqquşsun, müsbət olsun və yer dəyişməyə ehtiyac qalmasın. Üzərinə gəl y, üzərinə gəl pi, bərabərdir. Müsbət pi ilə mənfi pi getdi, mənfi y ilə müsbət y getdi. 3 ilə də 3'ü toplayırıq. Doğru cavabımız olur 6. Y variantı 9'da. Növbətiyə baxaq. Deməli, növbətidə bir düzbucaqlı verib 2 dairə. Sonra deməli, bizə deyir ki, iştiraklanmış hissəni tapın deyir. Bu B dairəsi, bu A dairəsi, bu da C dairəsi. Bu bizim birinci iştiraklanmış hissəmiz. Bu da bizim ikinci iştiraklanmış hissəmiz. Mesela burada birinci dairəyə baxsaq, A ilə B kəsişib. A ilə B kəsişib. İkincidə də A ilə C kəsişibdir. A ilə C kəsişibdir. Və bunların da hər ikisi birləşibdir A çoxluğunda. Yəni bizim doğru cavabımız olacaq Y variantı. Növbətiyə baxaq. Bunları silək. On birinci suala baxaq. Görək 11 nə deyir bizə? 11-ci. Deməli 5'də 3 və 2'də 1 hissələrinin cəmi 77 olan ədədin 7'də 2 hissəsini tap. 77 olan ədədin 7'də 2 hissəsini. 5'də 3 və 2'də 1 hissələrinin cəmi deyilsə, uşaqlar, bunları bir dəfəlik toplaya da bilərik. Yəni 5'də 3'ün üstünə 2'də 1 gəlir, eləyir 10'da 6 hissə gəlmiş 11. Yəni belə deyək ki, 10'da 11 hissəsi 77 olur. Hissəsinə görə ədədi tapanda da verilən ədədi hissə göstərən kəsirə bölürük. Kəsirlərin bölünməsində də birinci kəsiri saxlayıb ikincini tərs çeviririk. Bunlar getdi 7 qaldı, 7 10 70. Həmin o 70'in də bizdən 7'dən 2 hissəsini soruşur. Ədədin hissəsini tapanda verilən ədədi hissə göstərənə vururuq. 10, 12'nin də eləyir 20. Yəni doğru cavabımız A variantı olur 11'də. Növbətiyə baxaq. 11, 12-ci suala baxaq. Görək 12-ci sual nə deyir bizə? 12-ci sual. A ən kiçik sadə ədəd olarsa, demək olar ən kiçik sadə ədədimiz 2-dir. Olarsa A bölünsün 5 çıxılsın M ifadəsinin düzgün kəsr olması üçün M tam ədədi hansı şərti ödəməlidir? Biz A-nın yerinə əgər 2 qoysaq, olacaq 2 bölünsün 5 çıxılsın M və düzgün kəsr olması üçün mütləq şəkildə məxrəc böyük olmalıdır sürətdən. Buradan mənfi M böyükdür. 5'i atırıq sağ tərəfə, 2'dən 5 çıxanda mənfi 3. Hər tərəfi də mənfiyə vuranda işarəyə təsir edir. Olur M kiçikdir 3'dən. Yəni 12'nin cavabı olur A variantı. Növbəti sualımıza baxaq. 13-cü sual. 13-cü sual. 3 ardıcıl natural ədədin cəmi. Deməli uşaqlar, ardıcıl ədədlər bir-bir artır. Əgər mən birinciyə n desəm, digəri n üstə gəl 1, digəri n üstə gəl 2 olacaq. Bu 3 natural ədədin cəmi ən kiçik 3 rəqəmli natural ədədin 5'də 3 hissəsinə bərabərdir. Ən kiçik 3 rəqəmli natural ədəd 100'dür, yəni 100'ün 5'də 3 hissəsinə bərabərdir. İxtisar getdi 20, 23'ə vuranda 60. Deməli bu 3 ədədin cəmi n üstə gəl 1, üstə gəl n üstə gəl 2 bərabər olmalıdır 60'a. Toplayanda 3n bərabərdir. 1 ilə də 2'ni toplayanda 3 eləyir. Atsam sağ tərəfə 60'dan 3 çıxanda eləyir 57. N də bərabərdir. 57'ni 3'ə böləndə 19. Birinci ədədim oldu 19, ikinci ədədim oldu 20, üçüncü ədədim oldu 21. Deyir, bu ədədlərin ən böyüyü ilə ən kiçiyinin hasilini tap. Ən böyücü 21'dir, ən kiçiyi 19'dur. Hasilini soruşur bizdən. 9 bölün 9, 9 üçün 18, 1, 2. Toplayırıq 9, 9, 3. Cavabımız olur 399, D variantı 13. Növbətiyə baxaq.
14-cü sual. 14. Deməli, n üstəgəl 3 vurulsun n üstəgəl 5 bölünsün n. Kəsri n-in neçə natural qiymətindən natural edədilər. Birinci, bunları açaq. Çox həddən çox hədlə vurulması üçün. N kvadrat üstəgəl 5n üstəgəl 3n üstəgəl 15 bölünsün n bərabərdir. N kvadrat 5n üstəgəl 3n elədi 8n üstəgəl 15 bölünsün n. Və bunu ayrı-ayrı kəsilərin cəmi şəklində yazsaq, n kvadrat bölünsün n, 8n bölünsün n, üzərinə gəl 15 bölünsün n. N kvadratın birindən n getdi, üstəgəl n-lə n getdi 8 qaldı, üzərinə gəl 15 bölünsün n. Əgər bu ifadənin natural olması üçün n-in yerində təbii ki 15-in bölənləri çoxluğu durmalıdır ki, kəsr ədəd qalmasın. 15-in də bölənləri 1, 3, 5 və özüdür. Deyir, n-in neçə natural qiymətində? 1, 2, 3, 4 dənə natural qiymətində. 14-cü cavab oldu 4. Növbəti. 15-ci suala baxırıq. Görək 15 dənə deyir bizə. 15-ci sual. Həndəsənin əsas anlayışlarına aid misal nümunəsidir. İki paralel düz xəttin kəsənlə belə gətirdiyi bucaqlar. Deməli, A, B, C, D, Y, F. Veribdir 3x çıxılsın 70, x üstəgəl 70. Və bizdən soruşur B, Y, F bucağını. B, Y, F, 3x çıx 70-in qonşusunu soruşur. Birinci uşaqlar, x plus 70 ilə 3x çıx 70 iki paralel düz xəttin kəsənləmələ gətirdiyi daxili çarpaz bucaqlardır. Və daxili çarpaz bucaqlarda bir-birinə bərabərdir. Yəni 3x çıxılsın 70 bərabər olacaq x üstəgəl 70-ə. X-i atırıq sola, çıxılır 2x. Mənfi 70-i atsaq sağ tərəfə toplanır, eləyir 140. X də bərabər olur 142-yə böləndə 70. İndi əgər biz x-in yerinə 70 yazsaq, 370-in 210 çıxanda 70-i eləyəcək 140. Deməli, bu bucağımız oldu 140 dərəcə. Əgər bizdən B, Y, F-i, yəni 140-ın qonşusunu soruşursa, qonşu bucaqların da cəmi 180 olmalıdır. Alfamız olacaq 40 dərəcəyə bərabər. 15-ci cavab oldu 40 dərəcə. Cavab 40 dərəcə. On altıncı suala baxırıq. Ədədin standart şəklinə aid suallar. 16-cı sual. A bərabərdir 3 vurulsun 10 üstü 3 və B bərabərdir 5 vurulsun 10 üstü 12. Ədədlərinin hasilinin standart şəklindəki tərtibini tapın. Hasilini deyəndə ki, A vurulsun B-ni yazmalıyıq. Qiymətli hissələri 1 vuraq. 3, 5-in 15 və 10 üstü 12 ilə 10 üstü 3-ü də vuranda qüvvətlər toplanır 10 üstü 15. Qiymətli isə də demişik ki, kiçik və ya bərabər A kiçikdir 10. Yəni qiymətli isə 1 ilə 10-un arasında olmalıdır. 15-i də 1 vaat və ya 1 addım geriyə qaytarsaq, olur 1,5 vurulsun 10 üstü. Əgər geriyə qayıtdığın addımları sayı qədər qüvvəti artırmalısan. Bizdə deyir ki, standart şəklində tərtibini tapın. Tərtib də n idi, tərtibini də tapdıq 16-ya bərabər. 16-nın cavabı oldu 16. Növbətiyə baxaq. 17-ci sual. 17. Deyir, qrafikdə ay ərzində kitab mağazasında satılan fizika, kimya, tarix və biologiya dərsliklərinin diaqramı verilmişdir. Satılan kitabların neçə faizi kimya dərsliyidir? Biz baxaq şöyle burada. Deməli, fizika 25 dənədir. Kimya deməli qalxıb 120 dənədir. Tarix 100 dənədir və biologiya 55 dənədir. Ümumi kitabların sayına baxaq uşaqlar, toplayaq bunları. 25 ilə 55 toplayanda elədi 80, 120 üstünə yenə 200, o da 100, 300. Deməli 300 dənə ümumi kitab var. Ümumi kitab var. Deyək, satılan kitabların neçə faizi kimya dərsliyidir? O satılan 120 dənə kimya dərsliyi ümumi kitabların neçə faizdir? 2 ədədin faiz nisbətidir. Birinci ədədi ikinci ədədə bölüb 100%-ə vurmaq lazımdır. 300-ün 2 sıfırına 100-ün 2 sıfırını atdıq. 120 ilə də 3 getdi. Cavab oldu 40%. Deməli 40%-i kimya dərsliyidir. 17-nin cavabı oldu 40. Bax belə.
18-ci suala baxırıq. Deməli, 18. Yenə də həndəsən əsas anlayışlarına aid misallar. Deməli, C bucağı, B bucağı, A bucağı. Deməli, verilir. 2A üstəgəl B üstəgəl 2C bərabərdir 280 dərəcə. Olarsa, B bərabərdir sual işarəsi. Birinci uşaqlar, burada bu bucaq C ilə, bax, onun qarşılıqlısıdır. Qarşılıqlı bucaqlar bərabərdir. A ilə A qarşılıqlıdır, bərabərdir. B ilə B qarşılıqlıdır, bərabərdir. Və biz burada tam bucaq yaradırıq ki, tam bucağımız da 360 dərəcədir. Burada da görürük ki, 2A üzərinə gəl 2B üzərinə gəl 2C bərabər olur 360-a. Və buradan sistem qrup tərəfə çıxsaq, 2A ilə A 2A gedir, 2C ilə 2C gedir, 2B-dən B çıxanda 1B, 360-dan da 280 çıxanda 80 dərəcə. Bizdən də B-ni soruşurdu, B oldu 80 dərəcəyə bərabər. Növbətiyə baxaq. 19-cu sual görək nədir? Yenə də həndəsənin əsas anlayışlarına aiddir. İzahlı tipli sualdır. 19-cu sual. Baxaq. Deməli, 40 dərəcə, x dərəcə və tam bucaq deyil, 290 dərəcə. Bizdən x-i soruşur və A düz xətti də B düz xətti də paraleldir. Demək olar, burada tam bucaq, bax, qırmızı nə yazıram ki, bax, bu tam olması 360-a tamamlanmalıdır. 290-ı varsa 70 dərəcəsi çatmır. Burada da x ilə 40-ın cəmi bizə verməlidir 70 dərəcəni. Buradan da x bərabərdir 40-ı atsaq sağ tərəfə, cavabımız olur 30-a bərabər. 19-un cavabı olur 30. Növbəti 20-ci suala baxaq. Biraz şəkli kiçildər. 20-ci sual. AOB çorbucaqdır. AOB və bir OK şurası çəkilibdir. OK. Deyir, OK şurası AOB bucağının tənböləndir. Tənbölən isə bucağı tən yarıya böldü və AOB 148 dərəcədir. Bucaq AOB bərabərdir 148. Ümumi AOB çorbucağı 148 isə hərəsinə 74 və 74 düşür. AOK bərabərdir 6-da 1 x plus 30 dərəcə və KOB isə bərabərdir 2y plus 12-də 1 x-a. Olarsa x minus y fərqini tapın. Demək olar, burada 6-da 1 x üstəgəl 30 74-də bərabərdir. Buradan 6-da 1 x bərabərdir. 30-u atdıq sağa, çıxıldı elədi 44. X də bərabərdir. 6-nı 44-də çarpaz vursaq, 6 4-dən 24 2 yadda, 6 4-dən 24 26. X oldu 260. Digər tərəfdən də 2y üzərinə gəl 12-də 1 x bərabərdir yenə də 74. Buradan da 2y üzərinə gəl 12-də 1 vurulsun. X-in yerinə 264 yazıram. Bərabərdir 74-də. 264 ilə 12 getdi. Deməli 2 22. Yəni 2y üzərinə gəl 22 bərabərdir 74. 2y bərabərdir 22-ni atılıq sağa çıxılır eləyir 2 5 52. Y də bərabər olur 26. Y-i 26 tapdım. X-i 264. Bizdən də x çıxılsın. Y fərqini soruşur. Yəni 264 çıxılsın 26 8 3 2. Cavabımız olur 238-ə bərabər. Növbətiyə baxaq. 21-ci sual. 21-ci sual. 0,2 dövrdə 6 bərabərdir. N-də M olarsa, M üstəgəl N cəminin ən kiçik qiymətini soruşur.
Adi və onluq kəsrlər mövzusuna aiddir. Dövrə onluq kəsrin qarışıq dövrə onluq kəsrin adi kəsrə çevrilməsidir. Burada dövr edənin sayı qədər 9, dövr etməyən sayı qədər 0, bütöv ədədimiz 26-dır, çıxılsın dövr etməyən 2, yəni 24. Bərabərdir n-də m. Belə vəziyyətdə uşaqlar m-ə 24, n-ə 90 desək, bunları toplasaq ədədimiz böyük alacaq. Deməli, əgər cəmin ən kiçik olması üçün toplananların hər biri ən kiçik olmalıdır. Bu toplananların da ən kiçik olmasını təbii ki, sonuna qədər, yəni sadə kəsr alınana qədər ixtisar etməliyik. Bunlar da 6-ya gedirlər, 15 qalır, 6-ya gedirlər, 4 qalır. Onda n bərabər oldu sürətdəki 4-ə, n bərabər oldu məxrəcdəki 15-ə. Bizdən də m üstəgəl n cəmi soruşur, 4 üstəgəl 15 bərabər olur 19-a. 21-ci cavab olur 19. Növbətiyə baxırıq. 21, 22-ci sual. Birləşində deyir 22. Aha, natural ədədlər mövzusuna aiddir yenə də. 22-ci sual. Deməli, əbob 2a üstəgəl 1 ilə 2a üstəgəl 1 ilə əbob 2a üstəgəl 1 ilə 2a üstəgəl 3 bərabərdir 5a çıxılsın 29 olarsa, nəyə soruşur? Axırda yazıram uşaqlar. Əkob 3a üstəgəl 2 ilə 12a çıxılsın 2-ni hesablayın. Demək olar, burada fikir versəz 2a üstəgəl 1 ilə 2a üstəgəl 3 ardıcıl ədədlər, ardıcıl tək ədədlərdir. Belə nümunə də qoyub yoxlaya bilərsiniz. Məsəl üçün, hərəsinə 1 versəm, 2 birin 2 üstünə 1 3 eləyir. 2 birin 2 üstünə 3 ilə 5 eləyir. 3 ilə 5 ardıcıl tək ədəddir. Ardıcıl tək ədədlərdə qarşılıqlı sadədir. Deməli, qarşılıqlı sadə ədədlərin də əbobu 1-ə bərabərdir. Yəni, 5a çıxılsın 29 bərabərdir 1-ə. Buradan 5a bərabərdir. Mənfi 29-u atsaq sağ tərəfə toplanılır 30 eləyir. A da bərabər 6. Və gətirib əkobda axtarılanda A-nın yerinə 6 yazsaq və hər birisində 6 yazsaq olur əkob. Deməli, 3 6 18 üstünə 2 gələndə 20 eləyir. Digəri isə 12-nin 6 yanında 72, 72-dən 2 çıxanda 70 eləyir. Evklit alqoritmi ilə də 20 ilə 70-dən onu ortaq vuruş kimi çıxarsaq, əkob 2 birində qalır, 7 birində. 2 ilə 7 qarşılıqlı sadədir. Əkobu ikisinin hasilidir və 10 vurulsun 14 bərabər olur cavabımız 140-a. 22-nin cavabı oldu 140-a bərabər. İstəsəz əgər uşaqlar evkliti bilməsəz, sadə qruplarına ayırıb da əkobunu tapa bilərsiniz. 22, 23-ə baxaq görəklə. Biraz da kiçilləş bunu, tam yerləşmir. Aha. 23-cü sual. Deyir, diaqramda hər bir qabda su və şəkərin miqdarı verilmişdir. Hər 3 qabı qarışdırdıqda əmələ gələn məhlulda neçə faiz şəkər var? Demək olar, birinci qab, ikinci qab və üçüncü qab. Bu birinci qab, bu ikinci qab, bu da üçüncü qab. Deməli, indi orada tam yaxşı görsənmir, şəkər hansıdır, su hansıdır. Vay, vay, vay. Yəqin ki, şəkər az olanlar olar, su çox olan olar da, çox güman ki. Deməli, birincidə şəkər. Bir dəqiqə mən ona baxım, görüm elə şəkər hansıdır. Şəkər hansıdır? Dərslərə baxaq. Şəkər az olandır, düzdür. Şəkər az olandır. Demək, şəkər birinci qabda 20 qramdır. Şəkər 20 qramdır. Su isə 40 qramdır. Ümumi məhlulumuz isə 60 qram olacaq. İkincidə şəkər 10 qramdır. Şəkər 10 qramdır. Su 30 qramdır. Ümumi məhlul isə bunların cəmidir, yəni 40 qramdır. Üçüncüdə şəkər 40 qramdır. Belə deyək də, şəkəri yazaq da. Üçüncüdə şəkər 40 qramdır. Su 60 qramdır. Məhlul isə 100 qramdır. Demək deyir ki, hər 3 qabı qarışdırdıqda əmələ gələn məhlulda neçə faiz şəkər var? Bu 3 qabı qarışdırıram və tökürəm bir böyük qaba. Deməli, qarışdıranda uşaqlar şəkərlər bir toplanır, məhlullarda bir. Şəkərlər 20
10, 40, elədi 30, 70. Ümumi şəkər oldu 70. Məhlulları toplayanda 60, 40, 100, bu da 100, 200 oldu. İndi düsturumuz belə idi ki, həll olan bölünsün məhlul vurulsun 100%. Həll olanımız 70'dir, məhlulumuz 200'dür, vurulsun 100%-ə duzluluq faizini tapmaq üçün. İxtisar getdi 2 qaldı, 2 ilə də 77, cavabımız oldu 35%li məhlul. Yəni 23'ün cavabı oldu 35%. Keçirik növbətiyə. 24-cü suala baxırıq. Haradadır 24? Hə, buradadır. 24-cü sual. Deməli, diaqramları çəkək də, yoxdur, çəkək. 3 dənə diaqramdan sonra. Deməli, biri riyaziyyatdır, kimyadır və fizikadır. Riyaziyyat A 23, 10, 13, kimya 2, 8 və B-dir. Deyir, riyaziyyatçıların sayı kimyaçıların sayından 2 dəfə çoxdur. Uşaqlar, riyaziyyatçılara baxaq. Bax, bu riyaziyyatçıları rəngləyirəm. Bax, riyaziyyatçılar bunlardır. Riyaziyyatçıların sayı, yəni ki, A üstəgəl 23, üstəgəl 13, üstəgəl 10. Kimyaçılardan 2 dəfə çoxdursa, deməli, mən kimyaçıları 2-yə vuracam. 2 vurulsun kimyaçılarda kimyanın dairəsindəkilər, yəni 2, üstəgəl 23, üstəgəl 10, üstəgəl 8-dir. İndi buradan A üstəgəl 23, 13 elədi 36, o da 10, 46 bərabərdir. Bu nə qədər eləyir? 10, 10, 20, 23, 43, 2'ye vuranda 86. Buradan A bərabər oldu 40'a. Və deyir ki, fizikaçılar və kimyaçılar birlikdə 93 nəfərdir. Fizikaçılar və kimyaçılar birlikdə 93 nəfərdir. Fizikaçı ilə kimyaçı birlikdə 93 nəfərdir. Fizikaçılar nə qədərdir? Baxaq. B üstəgəl 8, üstəgəl 13, üstəgəl 10. Üzərinə gəl, kimyaçılara baxırıq. 2 üstəgəl 23, üstəgəl 10, üstəgəl 8. Birlikdə deyir ki, 93 nəfərdir. Buradan B üstəgəl. Baxaq görək elə. 8, 13, 21, 31, 33, o da 23. Elədi 56, 66, o da 8, 74. Bərabərdir 93'ə. B də bərabərdir. 13'dən 4 çıxanda 9, 8 idi 1, 19 nəfər. B'ni tapdın 19, A'nı tapdın 40, bizdən də A plus B'ni soruşurdu. 40 üstəgəl 19 bərabər olacaq 59'a bərabər. 24'ün cavabı. Bu belə. Növbətiyə baxaq. Görək elə növbəti nə deyir bizə. Bunları silirik. 25-ci sonuncu sualımıza baxaq. Adonlu kəsrlər mövzusuna aiddir. 25. Deməli, 6'da 1 üzərinə gəl. 12'də 1. 6'da 1 üzərinə gəl. 12'də 1. Üzərinə gəl. 20'də 1. Üzərinə gəl. 30'da 1. Üzərinə gəl. 42'də 1. Cəmini hesablayın. Demək olar, burada 6'nı yazaram. 2 vur 3. Üstə gəl. 12'ni yazaram. 3 vur 4'də 1. 20'ni yazaram. 4 vur 5'də 1. 30'u yazaram 5 vur 6'da 1. Üzərinə gəl 42'ni yazaram 6 vur 7'də 1. Və burada qaydamız nətər idi? Axırıncı kəsirin axırıncı ədədi vurulsun birinci kəsirin birinci ədədi. Yuxarıda da kəsirin sürətində də kəsirin sürəti vurulsun kəsirin sayına. 1, 2, 3, 4, 5 dənədir sayımız. Bu da bərabər olacaq. İxtisar getmir 7, 2, 14'də 5 olur cavabımız. Bax belə.